Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size başka bir Timber kondisionerinin pultunun istifadə qaydasını göstərəcəm. Pultun on-off düyməsi, yəni yandırıb söndürmək üçün olan düyməsi göy rəngində düymədir və biz onu hər dəfə basdıqda kondisioner ya yanır ya sönür. Rejimlərin dəyişdirilməsi üçün mod düyməsindən istifadə olunur. Çox uyğun bir yerə qoyulub və biz hər dəfə bu düyməni basdıqda kondisioner növbəti rejimə keçir. Hal-hazırda avto rejimdədir. Bu soyutma rejimidir, qurutma rejimi, ventilator rejimi və isitmə rejimi. İnsanların, yəni istifadəçilərin böyük əksəriyyəti kondisionerdən soyutma məqsədləri üçün istifadə etdiklərinə görə biz birinci olaraq soyutma rejimini izah edəcəyik. Mod düyməsini basırıq və kursor cool, yəni soyuq sözünün üzərində dayananda kondisionerimiz soyutma rejiminə keçmiş olur və qeyd edək ki, burada temperaturun qaldırılması üçün bu düymədən, aşağı salınması üçün bu düymədən istifadə olunur. Soyutma rejimində kondisionerin temperaturunu 22-24 arasında nizamlamaq sizə məsləhət görülür. Elektrik enerjisində qənaət etmək istəyənlər 24 və daha yüksək temperaturlar seçə bilərlər. Amma kesinlikle 22 dərəcənin aşağısında bir temperatur ayarlamanız məsləhət deyildir. Çünki bu soyuq dəymə ilə nəticələnə bilər. Bu rejimdə daha hansı düymələr var? Məsələn, fan düyməsinin köməyi ilə biz kondisionerin fanının sürətini dəyişə bilirik. Burada 4 sürət var. Aşağı sürət, hal-hazırda orta sürətdədir. Yuxarı sürət, bir də avto sürət və kursor avto sözünün yanında dayandıqda, yəni avto sürətə keçmiş olur. Bundan başqa demək burada swing düyməsi var. Swing düyməsi kondisionerdən çıxan havanın istiqamətini dəyişmək və yaxud onun jalüzlərini yuxarı aşağı hərəkət etdirmək və yaxud dayanmadan yuxarı aşağı hərəkət etdirmək bununla mümkündür. Bəzən hava isti olanda otağımızın tez bir zamanda soyulmasını istəyirik və belə olduqda super düyməsini basa bilirik. Super düyməsi basıldıqda gördüyünüz kimi temperatur aşağı düşdü və super sözünün üzərində dayandı. Bu rejimdə kondisioner təxminən 15 dəqiqə işlədikdən sonra əvvəlki rejiminə qayıdacaqdır. Yenidən basıb bu rejimdən çıxırıq. Kondisionerin burada daha iki maraqlı rejimi var. Bunun biri ekodur. Biz bu düyməni basdıqda kursor eko sözünün qarşısında dayanır. Bu rejimdə demək kondisioner daha az elektrik enerjisindən istifadə edir. Amma qeyd etmək lazımdır ki, ümumiyyətlə elektrik enerjisinin qənaəti, yəni nəzərə çarpacaq qənaəti yalnız invertor tipli kondisionerlərdə daha çox hiss olunur. Yenidən həmən düyməni basıb bu rejimdən çıxırıq. Və burada bir maraqlı bir düymə var, sleep düyməsi. Bəzən elə olur ki, biz temperaturu 22 dərəcəyə, 21 dərəcə ayarlayırıq və belə hesab edirik ki, bu uyğun bir şeydir. Halbuki bu belə deyildir, bu soyuq dəymə ilə nəticələnə bilər. Bu səbəbdən biz sizə sleep düyməsini basmağı məsləhət görürük. Bu basıldıqda gördüyünüz kimi kursor sleep sözünün qarşısında dayanır və bu rejimdə kondisioner təxminən 2 saat sonra temperaturu 23 dərəcəyə qaldıracaq və bir neçə saat keçdikdən sonra daha 1 dərəcə qaldıracaq və dolayısıyla soyuq dəymə hadisəsi inşallah baş verməyəcəkdir. Yenidən sleep düyməsini basıb bu rejimdən çıxırıq. Bundan başqa demək kondisionerin daha az rejimləri var. Biz indi mod düyməsini basırıq və dry sözünün yaxınlığında, qarşısında demək kursor dayanır. Bu rejimdə kondisioner evdə olan nəmi azaldır. Bir daha basırıq və fan sözünün qarşısında dayanır. Bu rejimdə kondisioner adi bir fan kimi çalışır. Yəni nə soyutma, nə isitmə hadisəsi baş verir. Kondisionerin mod düyməsini yenidən basdıqda, daha doğrusu pultun mod düyməsini basdıqda kursorun heat sözünün, yəni isitmə sözünün qarşısında dayandığını görürük. İsitmə rejimində temperaturu 26 dərəcənin üzərində tuturuq. Çünki yuxarıda istilik yığıldığına görə kondisionerin 27 dərəcəyə qoyanda yuxarıda 27 olanda aşağıda təxminən 23 dərəcə ola bilir. Bu rejimdə kondisionerin fanının sürətini avto rejimə ayarlama kondisionerin daha verimli işləməsinə imkan yaradır.
Yəni bunu etmək üçün əvvəlcə biz göstəririk. Demək aşağı sürət, orta sürət, yuxarı sürət və avto sürət. Kursor avto sözünün üzərində dayananda demək avto sürət seçilmiş olur. Avto sürət seçiləndə kondisionerin fanının sürəti mikroprosesor tərəfindən nizamlanır və bu səbəbdən də o daha verimli işləyir və eyni zamanda da çöl isə yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda donur. Və eyni zamanda burada bir daha qeyd etmək istəyirik. Biz bütün qış boyu bizə belə zənglər gəlir. Kondisionerin düyməsini basırıq və elə bilirik ki, soyutma rejimində olduğu kimi burada da dərhal isti gələcək. Bu isə belə deyil. Ən yaxşı halda 5-10 dəqiqədən sonra isti gəlir və eyni zamanda maksimal güclə işləməsi üçün havanın temperaturuna asılı olaraq təxminən 20-40 dəqiqə vaxt lazımdır. Biz indi mod düyməsini yenidən basırıq və avto demək rejiminə qayıtmış oluruq. Bu rejimdə kondisioner otaqda olan temperaturu daimi 24 dərəcədə saxlamağa çalışır. Yəni əgər temperatur 24 dərəcədən aşağı düşərsə, kondisioner isitmə rejimində, yuxarı qalxarsa soyutma rejimində işləyəcəkdir. İndi yenidən mod düyməsini basıb soyutma rejiminə qayıdırıq və indi timer rejimini sizə izah edəcək. Timer rejimi nədir? Timer rejimi kondisioneri arzulanan hər hansı bir zamanda yandırmaq və yaxud söndürmək üçündür. Tutaq ki, biz işə gedirik və kondisioneri söndürdük və bizə lazımdır ki, təxminən 10 saat, 11 saat sonra kondisionerimiz işə düşsün. Timer düyməsini basırıq. Bundan sonra deməli temperatur düymələrinin köməyi ilə timer düyməsini basırıq. Temperatur düymələrinin köməyi ilə burada deyək ki, 10 saata ayarlayıb yenidən timer düyməsini basırıq. Və gördüyünüz kimi burada kursor timer 10'un üzərində dayanır. Bu nə deməkdir? Yəni 10 saat sonra kondisionerimiz işə düşəcək və biz evə gələndə artıq evimiz sərinləmiş olacaqdır. Timer düyməsini yenidən basıb bu rejimdən çıxırıq. Və yaxud yerimizə uzanmışıq. Kondisioneri deyək ki 24 dərəcəyə qoymuşuq və demək ki istəyirik ki təxminən 1 saat 3-də 4-də kondisionerimiz sönsün. Yəni 5 saat 6 saat sonra sönsün. Bu zaman yenidən timer düyməsini basırıq və onu deyək ki 5 saata ayarladıqdan sonra timer düyməsini basırıq və bununla da kondisionerimizin ekranda da, Putin ekranda da göründüyü kimi demək kursor timer off, yəni zamanlayıcı qapalı yazısının üzərində dayanır. Bu da o demək ki kondisionerimiz 5 saatdan sonra söndürüləcəkdir. Bu düyməni yenidən basıb bu rejimdən çıxırıq. Hörmətli izləyicilərimiz, bəzi vaxt elə olur ki bizim hər hansı bir otağımızda ümumiyyətlə kondisionerin söndürülməsini arzulamırıq. Yəni və yaxud kondisionerin ayarlarının dəyişdirilməsini arzulamırıq. Belə olduqda demək bu düymənin ikisini də eyni zamanda basırıq və bir neçə saniyə saxlayırıq. Bundan sonra demək kondisionerimizin pultu demək heç birisi işləmir. Gördüyünüz kimi nə on-off düyməsi, heç bir düymə işləmir. Bunun yenidən qaytarılması üçün, yəni bərpa edilməsi üçün yenidən bu düymələr eyni zamanda basılır. Bir neçə saniyə saxlanıldıqdan sonra buraxılır. İndi gördüyünüz kimi düymələr işləyəcək. Yəni bütün düymələrin əlbəttə ki istifadəsini bizim istifadəçilər bütün düymələrdən istifadə eləmirlər. Bəzi istifadəçilər bizə deyirlər ki, bizə yalnız knopkanı, yəni bu düyməni basıb basmaq lazımdır. Bir də ki hansı rejimə necə qoymaq. Amma biz bu videolarımızda bütün düymələri izah edirik ki, əgər kimisə həqiqətən də dərindən maraqlandırırsa bu bütün düymələr, o zaman bu videomuza baxıb ondan yararlana bilərlər. Hörmətli izləyicilərimiz, hər hansı bir sualınız olarsa bizə müraciət edin. Mütləq sizin sualınızı cavablandıracaq. Əssəlamu aleykum.